birləşdirəcək deyərlər, hədislər deyil. Tək kitabdır. Bismillahirrahmanirrahim. Elşad Miri deyir ki, mən Qur'anı qəbul eləyirəm, amma hədisi qəbul eləmirəm. Həqiqətdə o kəs ki, Peyğəmbərin hədislərini qəbul eləmir, o özü öz kafir olmağına şəhadət verir. Ne için ki, Allah Həşr surəsində buyurur ki, o şeyi ki, Peyğəmbər sizə verir, onu alın. Və o şeydən ki, sizi çəkindirir, ondan uzaq olun. Allah'tan qorxun, Allah şiddətlə əzab eləyəndir. Yenə də başqa bir yerdə Allah Teala Nəcm surəsində buyurur ki, Peyğəmbər öz sözün danışmaz, onun danışdığı vəhy ilahidir. Yəni bu ayədə Peyğəmbərin məsum olmağına şəhadət verir. Başqa bir yerdə Əl-Haqqə surəsində buyurur ki, وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلَ لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ. Əgər Peyğəmbər özündən bir söz qoşsa bizim ayələrimizə, biz onun sağ tərəfini tutarıq, sonra onun xortumunu çıxartarıq. Yəni Xudavənd də aləm şəhadət verir hər cürəsinə ki, Peyğəmbər öz sözün demir. O şeyi ki, sizə verir, onu alın. O şeydən ki, çəkindirir, ondan uzaq olun. Həqiqətdə Peyğəmbərdə almayan, ancaq Quranla gedən Qurandan nə bilər ki, o öz kafirliyinə şəhadət verir. Başqa yerdə də Allah buyurur ki, kim Peyğəmbərə itaat edirsə, o Allaha itaat edir. Yenə başqa yerdə Allah Teala buyurur ki, itaat eləyin Allaha və onun Peyğəmbərinə və ulul əmrə ki, məsum imamlardır. Ki, bunlara itaat elə Allaha itaatdir. Kim Allaha və onun Rəsuluna inanmasa, onun üçün od hazırlanmışıq. Allah Xudavənd aləm hidayət eləsin.